Salam hörmətli və dəyərli müəllimlər, hər birinizi xoş gördük. Bu günləri sizlərə kurikulum dərsləri haqqında məlumat verəcəm. Aprel və may qruplarımız haqqında dərslərimiz canlı şəkildə olur müəllimlər, situativ olaraq. Necə olur bu canlı situativ dərslərimiz? Google Meet proqramı vasitəsilə situativ, yəni hər kəsə situativ olaraq nümunələrlə misallar göstəririk. Bir dərsə aid müxtəlif misallarla siz müxtəlif testləri rahatlıqla işləyə bilərsiniz və imtahanda yüksək nəticə toplamağınıza da tam zəmanət verilir müəllimlər. Ona görə ki, əgər siz dərslərimizdə fəal, aktiv və məsuliyyətlə iştirak etsəniz, dərslərimizə biz 100% zəmanət veririk ki, dərslərimizdən yaxşı nəticə əldə edəcəksiniz. İkinci, dərslərimiz fərdi olaraq keçirilir. Yəni, hər kəslə, daha doğrusu qrupla, hər kəsə fərdi olaraq yanaşırıq. Görüntülü şəkildə olur müəllimlər. Yəni, hər kəs görüntünü açır. Açar sözlərlə, yəni hər cümlədə mütləq ki, açar sözlər olur və bunu biz bütün müəllimlərə qeyd edirik və onlar siz özünüz üçün qeyd dəftəri tutursunuz. Bütün açar sözləri həmin qeyd dəftərinə yazaraq öyrənə bilirsiniz kurikulumu dərindən. Daha sonra fərqli konspektlər atılır qrupa, cəlbedici formatda, cəlbedici məzmunda, onunla da rahat şəkildə rəngarəng olaraq kurikulumu öyrənə bilirsiniz müəllimlər. Beşinci, fərqli səlis izah. Bəli müəllimlər, bizim dərslərimiz çox fərqli formatda olur. Çünki hər kəsə çox dərindən yanaşırıq, fərdi olaraq yanaşırıq. Səlis izahlarımız olur. Dərindən cümlə və cümlə izah edirik. Altıncı, yəni hər cümləni dərindən izah edirik. Dərin mənasını siz müəllimlərə göstəririk. Kurikulum beləliklə sizin üçün daha asan şəkildə mənimsəyirsiniz, daha asan şəkildə öyrənirsiniz. 7-ci müəllimlər, çətin məqamların təkrarı. Bəli, çətin məqamları biz dəfələrlə təkrar edirik müəllimlər, dəfələrlə. Yəni bunu yalnız burada yazılı olaraq demirik. Bunu dərslərimizdə, sınaq dərslərimizdə iştirak edərək özünüz görə bilərsiniz, bilə bilərsiniz ki, biz dərslərimizdə çətin məqamları dəfələrlə izah edirik ki, siz müəllimlərin yaddaşında daha yaxşı qalsın, kurikulumu daha dərindən öyrənəsiniz. Kurikulum bir təhsil proqramı, təhsil sənədidir. Bunu da öyrənmək üçün müəllimlər çətin məqamları biraz daha da aşkara çıxartmaq lazımdır. 8-ci, az müəllim sayı olur qrupda. Yəni, müəllim sayı 15-10 nəfər olur müəllimlər. Yəni, bununla da siz dərindən öyrənə bilərsiniz. Çünki bizim keyfiyyətimiz bizim nəticələrimizdir. Biz istəyirik ki, nəticələrimiz yaxşı olsun ki, biz özümüz də irəli gedə bilək, biz də daha yaxşı nəticələrlə, nəticələrinizlə daha yaxşı paylaşımlar edə bilək. Ona görə də müəllim sayını az edirik ki, dərslərimiz daha da keyfiyyətli olsun müəllimlər və ödəniş minimum qiymətdir. Yəni bunu şəxsiyə yazaraq ödəniş haqqında məlumat ala bilərsiniz. İndi burada baş hissədə nömrəmi sizlər üçün qeyd edəcəm müəllimlər. Bunu silək. Deməli 051 512 62 77 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. WhatsApp-ımız günün 24 saatı açıq olur müəllimlər. Günün 24 saatı. Yəni istənilən vaxt testlər, istənilən vaxt suallar ünvanlaya bilərsiniz ki, bu açıq WhatsApp-la biz istənilən vaxt sizin testlərinizi cavablandırmağa hazırıq. Başqa bütün qəbul testləri, bütün sınaqlar, əlavə sualların hamısı qrupda işlədilir. Və dərslərimiz həftədə neçə gün olur, onu da qeyd edək müəllimlər. İndi zəhmət olmasa gözləyin. Deməli, dərslərimiz həftənin 5 günü, bəli, 5 günü və 2 gün canlı dərslərdir müəllimlər. 3 gün isə qrupda səsli şəkildə sual-cavabdır. Sual-cavab. Deməli, 2 gün canlı dərslərimiz olur, 3 gün isə qrupda sual-cavab olur ki, bununla da həftənin 5 günü, daha doğrusu müəllimlər, bunu 5 gün edəcəyik bu həftədən etibarən. Deməli, 5 gün sual-cavab olacaq, həftənin 5 günü sual-cavabımız olacaq, 2 günü isə canlı şəkildə dərslərimiz olacaq. Bəli, səhv eşitmədiniz, 5 gün sual-cavab olacaq qrupda, 2 gün isə canlı dərslərimiz olacaq. Beləliklə, həftənin bütün günü siz dərslərimizdə iştirak edə bilərsiniz, əziz müəllimlər. Hər birinizə uğurlar arzulayıram. İnşallah imtahan nəticələriniz daha yüksək olar və bizi sevindirərsiniz. Sağ olun, salamat qalın.